Əgər qırşanı şvellerdən hörgə vəzi utubitel edirsənsə, utubitel olunan şvellerləri, içinə girən şvellerləri, məsələn, yüzün 5'ə, altından iqonik vurulur belə, tutupliyondan saxlasın deyə, stiklavatı. Daş pambıq stiklavat olacaq burada. Yüzlük. Sonuncu şvelleri hökmən bitumla, yəni qırırsan. Qır vurduqdan sonra xüsusi belə tol deyil. Bu toldur, amma tolun belə üzü membranlı olan tollar var, xüsusi. Membranlı tol alırsan, çəkirsən. Üzərinə də şvelleri qoyursan, bu qaydada. Daş pambıq stiklavatı da içine yığırsan.